Keçibuynuzu bəkməzi və yaxud keçibuynuzu özü. Bu ikisi arasındakı olan fərq nədir? Çox verilən suallardan biridir. Keçibuynuzu özü meyvələri yuyularaq ləmləndirilir və aşağı temperaturda preslənir. Daha sonra vakuumlu 40 dərəcə temperaturda vakuumlanaraq ekstrata çevrilir, yəni soyuq sıxım halında hazırlanır. Keçibuynuzu bəkməzi isə 70 dərəcədən yuxarı temperaturda, yəni qaynadılma temperaturuna yaxın bir temperaturda hazırlanır. Bəkməzlə özün fərqi budur. Öz daha faydalıdır, çünki tərkibində olan vitaminlər itmir, çünki qaynadılmadığı üçün tərkibində qalır. Vitamin baxımından zəngin keçibuynuzu qidalanmaq istəyirsinizsə, bəkməzini yox, keçibuynuzun özünü əldə edin, nuş olsun.